Çox hərəkətliyik. Bütün günü qaçırıq. Səhər yuxudan oyanırıq. Planlar qururuq. Axşamki planlarımızı həyata keçirməyə çalışırıq. Yoruluruq. Sonra başqa planlar qururuq. Onları həyata keçirməyə çalışırıq. İşləyirik. Amma bəzən bir dayanmaq lazımdır. Dinləmək və dinlənmək. Hər şey danışır. Kainatda hər şey danışır. Güllər, çiçəklər, yerlər, göylər. Amma sadəcə biz həyatın sürətli axışı içərisində qulaq verə bilmirik. Məsələn, bu çiçəyin üstündə Allahın imzası var. Qoxusunda Allahın imzası var, rəngində imzası var. Yarpaqda imza var, Allahın imzası var. Amma görə bilənlər, eşidə bilənlər, hiss edə bilənlər üçün. Yəni bu çiçəklər, burada gördüyünüz çiçəklər, meyvələr, bitkilər hamısı torpaqla necə qidalanırsa, biz də Allahla qidalanırıq. Yəni onlar torpaqla əlaqəni kəsirlər, quruyacaqlar, heç bir şey yaramayacaqlar. Bir gün torpaqla əlaqəni kəsirlər, bir gün öz gövdəsinin əlaqəsini kəssələr, heç nəyə yaramayacaqlar. Çiçəklər solacaq, bürüşəcək, qoxusunu itirəcək. Biz qullar da, insanlar da eləyik. Əslində bir mənada öz qoxumuzu itirmişik, çünki Allahdan qopmuşuq. Öz gövdəmizdən qopmuşuq, öz budağımızdan qopmuşuq. Amma qopmamalıydık. Bu ağaçlardan fərqli olaraq biz qayıda bilərik. Biz gəldiyimiz yerə, aid olduğumuz yerə qayıda bilərik. Heç vaxt gec deyil. Çox gözəldir, çox. Çox gözəldir. Allah əsirlərini və mənbələrini göstərsin.